Salam əziz izləyicilər, abituriyentlər və müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün biz Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün dərc etmiş olduğu 20-lik sınav toplusundan 14-cü sınağa baxacağıq. Deməli, sual nömrə 1. Proqram icrası zamanı klaviaturadan en naturalda daxil etmişdir. Proqramın təyinatı nədir? Deməli belə, buna baxan kimi müəyyən təcrübədən dolayı bu bilinir ki, ədədin bölənləri ilə bağlı bir şeydir. Daha doğrusu desə, ədədin ə, vuruqları, sadə vuruqları üzrədir. Bunu amma necə təyin edirik? Onu göstərməkdən ötürü dövr içində bir dəyişmə prosesi n-in üzərində baş verir, m-in üzərində baş verir və k-nın üzərində baş verir. Bir ədəd verib bunu təyin edəcək. İlk dəyişə bilmə prosesi, diqqət edək bir dənə. Ə, Emin üzərində baş verir. Sonra N'in üzərində baş verə bilər. Sonra K'nın təqribi olaraq belə bir ardıcıllıq qurduq. Emin ilkin qiyməti 0. K'nın ilkin qiyməti 2-dir. Gördüyümüz kimi baxın bölən ola biləcək bir şeydən başlayır. M'ə də bir dənə özümüzdən ədəd verək. Misal üçün 4, 20, 30, 60 verə bilərik. Ə, Və yaxud 60-ı bir dənə də 2-yə vurub, bir dənə də 3-ə vuraq, biraz da böyüsün. 120, 360 verə bilərik ən rahatından biri. Daha rahat sizin üçün təhlil etməkdən də olar. Deməli, ədəd birdən böyüdürmü? Bəli. Ə, K-ya bölünürmü? Bəli, bu girintiyə girdi. M K-dan fərqlidirmi? Bəli, M-ə mənimsətdi K. Yəni M oldu artıq 2. Diqqətli edirik. Yaxşı olardı ki, emə burada bir dənə də belə print qoyaq. Bir dənə də print qoyaq. M oldu 2. Print K və yaxud M fərqi yoxdur. Eyni şey olur. Cari vəziyyətdə 2. Okey. Görək nələri çıxışa verir. Tapır çıxışa verir. Nəsə. Sonra n-ə mənimsətdə n /k. Yəni n oldu 180. Okey. Yenidən fırlandı. K hələ də 2-dir. K-da bir dəyişiklik baş vermədi. N birdən böyüdü. Bəli. Bölünür 2-yə. Bəli. Fərqlidirmi K-dan? Xeyr. Buradan düz keçdi. Təkrar etmir. Bunu başqa cür də eləmək olur. N fərqlidirmi K-dan deməyə vəzən. Demək olar ki, bunu yuxarı atmaq olardı. Belə deyək. Demək olardı ki, nəsə oralığa girməyə ehtiyac yoxdur. Sualın özünü izahlayaq. Deməli, n//, yəni burada bir dəyişiklik baş vermədi. Bura girmədi deməli. Bu oldu 90. Burada bir dəyişiklik baş vermədi. Yenə də eyni cür proses 2, 2, 45. Ədəd 45 vəziyyətinə düşəcək. K sonuncu qiymət hələ də 2-dir. N birdən böyüdürmü? Bəli. N faiz K fərqlidirmi sıfırdan? Xeyr. O zaman nə baş verir? Burada heç bir dəyişiklik baş vermir. Heç bir dəyişiklik baş vermir. K olur 3. İndi yenə n böyüdürmü? Birdən. Bəli. N faiz K bərabərdirmi sıfıra? Bəli. Ə, Nə olacaq? Mod deyə faiz deməyi m fərqlidirmi K-dan? Bəli, m mənimsət K-nı 3. 3-ü çıxışa ver. Ədəd də olsun artıq 15. K-da 3 olaraq qalır. Yenidən keçdi. Bölünürmü? Bölünür. Bu fərqlidirmi? Xeyr. Ona görə bura çıx 5. Davam eləyək. Burada bir dəyişiklik baş vermir hələlik. Sonra, daha sonra ədəd birdən böyüdürmü? Bəli. Böyüdürmü? Xeyr. Ona görə artıq bura girmir. Bunlara çıx olur 4. Yenə də 4 böyüdürmü? 5 birdən. Bəli. Bu ödəmir. Yenə də LC-yə girir. Yəni olur 5. Diqqət edək. Bu səfər bu dövrə girir. Bu şərt ödəyirmi? Bəli. 5-ə böləndə alınan qalıq edir 0. Bu səbəbdən dolayı bura yazacaq. Nə yazacaq? Ödəyir deyə n fərqlidirmi K-dan? Bəli. M olur 5. 5 və ədəd olur artıq 1. K-ya heç bir proses icra etmir. Ədəd 1-dir deyə dövr dayanır. Gördüyünüz kimi printdə olan ədədlərə diqqət etsək, 2, 3 və 5. 360 ədədinin sadə vuruqlarıdır. Müxtəlif sadə vuruqlarının müxtəlif həm də müxtəlif olmaması üçün bu şərti qoymasaydı, amma baba bu şərti yığışdırsaydı, işdə şayət
deməli, bölünürmü? Bölünür, print k, n slash k. Yaxşı olar ki, bu slash yox, slash k deyək. Çünki k sonradan burada belə deyək, bölmə əməliyyatı nöqtəli ədəd olur. Yəni burada 2.0, 5.0, 4.0 belə olardı. Çünki bölmə float type qaytarır ona görə. Neyse keçdik ikinci suala. Bu sual biraz çox vaxtımız apardı. N'in qiyməti 2-dir. N plus 1-in yerinə 3 yaza bilərəm. Yəni bu i'nin 1 və 2 qiymətləri üçün alacaq. Baxaq görək. I 1 oldu. S 1-dir. Birinci dəfə nə olur? Gəlin bu mötərizəni alt-alt yazacaq. K-da mənfi 1-dir. S yani bir çıxılsın, bir vurulsun, i birdir, vurulsun, i plus bir 2'dir, vurulsun, bir dənə də nə, mənfi 1, vurulsun, mənfi 1. Bu bizə verəcək, nə verəcək? Mənfi 2 verəcək. Bir çıxılsın, mənfi 2 də bu bizə 3 qiymətini verəcək birinci addımda. İkinci addımında isə S artıq 3'dür. K da dəyişdi, oldu müsbət 1 artıq. Çünki mənfi 1 idi. 3 çıxılsın, 3 vurulsun, 2 vurulsun, 3 vurulsun. K neçədir? Müsbət 1. Buna görə neçə eləyəcək? 18. 3'dən çıxanda edəcək mənfi 15. Bu bizə mənfi 15 qiymətini verəcək. Yəni ikinci sualda cavab A variantı olacaq. Simvol sayı 8 olan əlifbada neçə 5 simvollu müxtəlif sətir yaratmaq olar? Simvol sayı 8 isə 8 üstü 5. Niyə görə? Burada 8 vəziyyət, burada 8, burada 8, burada 8. Müxtəlif sətir deyir. Demir ki, neçə dənə simvolları müxtəlif sözü işlətməyib. Sadəcə müxtəlif sətirdir bu. 1024 qrafik təsvir, burada bu deməkdir 1024-ün 248-ə, 1024 2 10-dur. 2048 211'dir. Bu demək ki, piksel sayı 211 dənədir. RGB rəng modelində bir piksel RGB'den 3 byte'dı. Bu sebepten dolayı bu da lece 3 vurulsun 211 byte 21 byte. Bu da edəcək 6 MB. Çünki 1 MB 220 byte'dır. Yəni cavab B, 4-cü sualda B variantı doğru cavab olacaq. 5-ci sual. 16 səsindəki təsvirini neçə rəqəmlə dərtdir? Gəlin baxaq. Bu 16 üstü 16 əslində artıq buradan aşağı yuxarı bilinə bilirsən. Bu 16'nın kvadratı üzərində 3 belə deyək. Üzərinə gəlinsin 3 dənə 16, 49'u parçaladım. 3 dənə 16 üstü 1 və 49'u plus bir dənə 16 üstü 0'a. Deməli, bunu 16 üstü 16 plus 16 üstü 6 plus 3 tane 16 üstü 1 plus bir dənə 16 üstü 0 olduğundan dolayı bir dənə 3 dənə 16 ən böyük qüvvət 16'dır. Deməli ədəd 17 rəqəmlidir. Yəni bu sualda cavab D variantı doğru cavab olur. Bu arada 16 nömrəli mərtəbəsində rəqəm 1, 6 nömrəli mərtəbəsində rəqəm 1, 1 nömrəli mərtəbədə 3, 0 nömrəli mərtəbədə sistem proqram təminatına aid olanlar. Sistem proqram təminatı kompüterin özünün işləməsi üçündür. Utilitlərlə sıxılan, nəsə, mətn redaktorları bunlar tətbiqi proqramlardır. Qrafiki redaktorları ümumiyyətlə bunlar mətn və qrafiki hər ikisi belə deyək, tətbiqi proqramlarda Python proqramlaşdırma alətlərinə aid oluna biləcək bir şeydir. Qaldı 1, 2, 6, bəli, ScanDisk, yəni bir proqramdır. Utilitlər onlardan qruplayandır. Nəsə, əməliyyat sistemləri də sistem proqramlarına aiddir deyə 1, 2, 6 aid olanlar deyir. Yəni doğru fikir idi. Daxili yaddaş qruplarına aid olanı müəyyən edir. Daxili yaddaş qrupları emal edici qrupları və ROM-dur. SSD xarici yaddaşdır, disket xarici yaddaşdır, flash yaddaş xarici yaddaşdır. Yəni 1, 2, 5, 6 bunlar informasiya daşıyıcılardır idi desək. Qaldı ki 1, ya da 2, 5, 6, 2, 1, 3 və 4 isə bunlar daxili yaddaş qrupları ROM daimidir.
daxili yaddaşlardan daimi olandır. Ə, Digər ikisi isə imal edicidir, müvəqqətidir, keş yaddaşı ilə RAM. 8-ci suala diapazonu əsasında qurmuş diaqram. A1 üzərinə gəlinsin B1, bu ilə etdi 7. Sonra A1 üzərinə gəlinsin C1, bu etdi 8. C1 üzərinə gəlinsin D1, bu etdi 11. B2 üzərinə gəlinsin D1. B2 8 idi, D1 də 6-dır, bu etdi 14. 7, 8, 11, 14 qiymətləri görməliyik. 7, 8 bu tam qiymətlər oldu. 11, 14 elə uzağa getməsək, yəni bu istiqamətdə baxanda görünür ki, bu 8-ci sualda cavab A variantıdır. Heç digərlərinə baxmırıq. Burada oturub nisbəti hesablamadım. 7 bu 8 deyil artıq. Baxın 9 ardıcıllıq bu istiqamətində olmalı idi. Burada 7 bu 8-i keçib. Burada birinci 7-dir, ikinci 8-i keçib. Bu səbəbdən dolayı 9-cu say əsasən qarışıq istinadlar olan xanaları müəyyən edin. Okey. Qarışıq istinad nədir? Baxın, burada bu nisbidir, bu tam mütləqdir. Buna görə bu getdi. Burada hər ikisi nisbidir. Burada da hər ikisi nisbidir. Burada da hər ikisi xanaların nisbidir. Baxın, burada C dollar 2 qarışıqdır. Çünki sütun adı nisbi, sətir nömrəsi isə mütləqdir. Burada da A1, A1 və A2 xanası qısa və konkret uzatmayaq. A1 və A2 xanası cavab Y variantı 9-cu sual. 10 metr redaktorunda info t h 2004 mətn kursuna H simvolundan sonra kursor 2 mövqe sola keçilir. H-dan sonra idi 2 mövqe sola keçirdi. Gəldi buradadır hal-hazırda. 4 dəfə backspace basılsa, backspace sola bu ox istiqamətində, yəni sola doğru silir. Sonra 2 mövqe sağa keçirdi. Deməli sildi, gəldi bura. Təzədən qaytardı, yəni olduğu yerə. 4 dəfə delete bassa, delete də özündən sağa doğru, yəni bu ox istiqamətinə doğru, yəni belə silir. Bu silinəcək. TH qalacaq. Yəni 10-cu sualda C variantı doğru cavab. 120 müəllim 100 şagirdin adı, soyadı. Uzunluğu verilənlər bazasında. Verilənlər bazasında neçə sahə var? Yəni, adı, soyadı, atası, öyrədi, təhsili, cinsi, boyu, uzunluğu, qan qrupu haqqında verilən məlumatlar. Okey. Deməli, ad birinci sahə, soyad ikinci sahə, atasının adı üçüncü sahə, deməli, təvəllüdü dördüncü sahə, təhsili beşinci sahə, cinsi altıncı sahə, boy uzunluğu yeddinci sahə, qan qrupu, deməli, səkkizinci sahə. Bu indi əslində aidi olamalıdır. İndi yəni eyni bir cədvəldə deyərdi. Gərək 1000 şagirdin adı qəbul verilənlər bazası qrupu haqqında verilənlər yox. Ə, Verilənlər bazası cədvəli tərtib edilmişdir. Cədvəli və bu cədvəldə da neçə sahə var. Yaxşı olar ki, burada fin kodu da əlavə edərdik. Çünki fin kodsuz, yəni belə deyək də ID-siz adı təvəllüdü təhsili cinsi olmur. Yəni 8 çıxdı. Biz saydıq. Nəysə dərinə getmək. Bu 120, yəni 220 cavabı isə bu yazı miqdarı idi. Oy, oy. Not hardan başlayır, hardan bitir? Gəlin baxaq. Deməli belə. Not indi yaşıl edəcəyin mötərizəyə aiddir. Deməli, o mötərizənin içini tapıb qurtarmamış nota diqqət etmirik. Nə deyək? Adı bir kəsişmə edəcəyik. İnformatikası 90-dan böyük və eyni zamanda fizikası 90-dan böyük olanlara ilə kəsişdirəcəyik. Adında T hərfi ilə başlayan bu, əslində bu bərabərlik yox, like-dır. Əsas soyadı da belə. Baxarıq. Və yaxud bu və yaxud deməkdir, or və ya deyək, and isə və eyni zamanda kəsişmədir, yəni. Deməli belə, çoxlu kəsişmə işləri görəcəyik. Ona görə davam edək. İnformatikası 90, daxili mötərizələrə birinci baxacaq. Həmişə bu qayda ödəyir. İnformatikası 90-dan böyük, fizikası 90-dan böyük. Gəlin belə eləyək də, adı T ilə başlayanlar və yaxud da soyadı H ilə başlayanlar. Bunlar bu, bu və bu şəxslərdir.
Və eyni zamanda deyir deyə bunlarla kəsişdirəcəm nəyi? Diqqət edək. Ə, Kəsişdirəcəm informatikasında 90-la böyük olan, fizikasında 90-dan böyük olan. Deməli, kəsişdirəcək informatikası. Bir budur, bunlar, yəni hər ikisi. Gördüyümüz kimi burada bu pozdur, burada bu pozdur, burada bu pozdur, burada da bu pozdur. Bunların kəsişməsi bizə, yəni belə olacaq. Dediyim kimi, bunlar birləşməkdir deyə bu şəkildə. 5, 6, 12-ci sualda B variantı doğru cavabdır. Aa, Deməli, doğru cavab deyil. Niyə? Not deyib notu qayıtdıq. Çünki not 5, 6, yəni 5, 6 olmayan yerə qədər 1, 2, 3, 4. Yəni not ən axırda tətbiq olunacaqdır. Yadınızdan çıxartmayın. Mənim az qalsın yadımdan çıxmışdı. Deməli, bunu götürdük. Yenə keçdik Word. Aynen Word heç təzələməmişik. Nəsə. Deməli, 4 dostdan faktor məsələsi kimi fəaliyyətində Ramil eyni faktor olmur. Cəmal kimi faktor olmur və qısılır. Nədir? Ramil və eyni faktor olmurlar. İkisi eyni faktor olmaz. Rəcə kimi bir informatikada. Aha. Aydındır fikrimiz. Deməli, burada olsun. Gözləyək. Olur belə hallarda. Çayımız qalmayıb. Hı hı. Deməli. İmtahanlar bitsəydi, mən vaxt tapıb bunları yeniləyərdim. Ümumiyyətlə, konturumuzu yeniləyərdik. Belə, deməli, nə deyir? 4 dənə dost var, 3 dənə fakültə var. Buna görə bu şəkildə biz qurduq. Fakültələrin adları riyaziyyat, kimya və informatika fakültələrdir. İnformatika adlı fakültədə bulunmuş. Deməli, bilmirdim onu. Yəqin hansısa. Onlar pedaqojda falan. Ramil, Rəsul, ə, daha sonra Kamran, daha sonra Amil. Kamran kimya fakültəsində oxumur. Hə da. Deməli, Ramil və eyni dəyişənliyi Ramil və Amil eyni fakültədə oxumurlar. Bunu hələlik qeydləyə bilmirik. Edəcəyik. Kamran kimya fakültəsində oxumur. Kamran dəqiqdir ki, kimyada oxumur. Okey. Və informatika fakültəsində oxuyanlar eyni fakültədə deyil. Okey. Deməli, informatika fakültəsində oxuyanla eyni fakültədə deyilsə, Kamran dəqiqdir ki, artıq riyaziyyatdadır. Riyaziyyatdadır. Çıx qoymağa tələsir, çünki riyaziyyatda ola bilər ki, iki nəfər olsun. Hələ bilmirik onlar kimlərdir. Eyni fakültədə oxuyanların adları və oxuduqları fakültələri müəyyən edin. Rəsul Riyaziyyat fakültəsində oxuyur. Rəsul da Riyaziyyat fakültəsində oxuyurdu. Bura çıx qoydum. Bura çıx qoydum. Rəsul Riyaziyyat fakültəsində oxuyur. Kənan Kimi fakültəsində oxumur və informatika fakültəsində oxuyanlar eyni fakültədə deyil. Deməli, Rəsul Riyaziyyat fakültəsində oxuyur. Ha, eyni fakültədə oxuyanların. Ha, onda Rəsulla Kamrandır. Gedək bu suala cavabın nişanlayaq. Kimlər oldu? Rəsulla Kamran. Elə bildim cavab tapanmır. Rəsulla Kamran, Rəsulla Kamran və bunlar fakültə oxuyanlardan aha, Rəsulla Kamran. Bunlar da həmçinin Riyaziyyat fakültəsidir. Yəni 13-cü sualda C variantı doğrudur. Dövrələrin sayını müəyyən edin. Edək. Necə edək? Bunun bir neçə üsulu var. Hətta bunun üzərindən belə var. Amma o qrafın üzərindən bu çətinçilik yaradacaq bir şey deyil. Burada sıfırlar olmalıydı bu arada. Bunu vurğulayaq. Ona görə bunu bir qraf çəkəcək qrafın üzərindən. A-dan B və C-yə yol, dirək yol gördük. Bu arada adi qraf kimi gördük bunu adi qrafdır. Bəli. Hardan bildik? Bu baş diaqonala görə simmetrik olmaq. A-dan B-yə, C-yə yol var. Sonra B-dən C-yə yol var. Hala. Sonra A-dan
B'den C'ye de var, D'ye de var. Onda bir dənə D çəkək. Bu arada A'dan Y'ye de yol var imiş. Yenə nə münasibəti var? D'nin, C'nin. Deməli, onda yeni bir bu tərəfliyi də çəkəcəm. Aha, yeni bu tərəfliyi də çəkəcəm. Aha, yaxşı olardı ki, C'ni belə çəkək. Qoy görək. Ola. Deməli, A'dan haralar oldu? C'ye, B'ye, D'ye. C'den C'den Y'ye var. Bunu necə edək? A'nı biraz salsaq içəri. Okey. Onda biraz sadəcə bəzəyinə görə rahat görsənsin deyə belə eləyəcəm. Deməli, ən az A'nı ortada çəkirəm. Səbirli olaq. A'dan C'ye yol var. A'dan B'ye yol var. A'dan Y'ye yol var. Əla. Sonra B'den A'ya, B'den C'ye yol var. Rahat görsənsin deyə edirdik. B'den Y'ye yol var. Sonra C'den Y'ye yol var. Aha, bu Y'nin yerin yenə yaxşı çəkmədik. Deməli, C'den yeni biraz elə çəkək ki, kəsişmə kimi görsənməsin. Ona görə belə edirik. C'den Y'ye yolu çəkdik. Aha. Bu A yenə burada pis qaldı. Neyse baxarlar. Sonra A'dan B'ye, C'ye ve A'dan B'ye, C'ye. Aha, A'dan Y'ye de yol var. Ona göre böyle çekirik. Çəkdikmi? Daha sonra D'den B'ye var idi. D'den B'ye ve Y'ye var. Onda D'ni burada bir yerde çəkəcəyik. D'den B'ye ve Y'ye. Aha. Sonra Y'den A'ya yoxlayaq yenə 4 dənə. Aha. Deməli Y'den A'ya çəkmişik. Y'dən C'yə çəkmişik. Y'dən D'yə çəkmişik. B'dən Y'yə yoxdur. Bu artıqdır. Bir dənə də tillərimizi sayaq. 3, 5, 7. 1, 2, 3, 4, 5, 6, 7. Deməli, daha sonra çoxbucaqlıları sayacaq. 1, 2, 3. Yəni 3 dənəsi artıq oldu. Deməli, daha sonra. Əgər bu tili ləğvləsək, belə baxsa, çoxbucaqlı saymağa çalışır 4. Yalnız bu tili ləğvləsək 5. Yalnız bu tili ləğvləsək. Yalnız bu tili ləğvləyib baxsaq 6. Yenə deyirəm ki, çoxbucaqlı saydı. 6 dənəsini artıq tapmışıq. Daha sonra varmı? Əlbəttə ki, var. Diqqətli olaq. Deməli, daha sonra aha. İndi daha sonra nəyə diqqətlə? Əgər bu iki tili qopartsaq, baxın, bununla, bax, bənövşəyə göy qoyacağım. Bu iki tili qopartsaq, burada bir təzə dövrə əmələ gəlmir. Sonra bu iki tili qopartsaq, yenə bu A təkdə qalır deyə, təzə eləmir. Üç tili qopartmağa doğru gedirik, ona görə. Bu da olur 7-ci. Necə olur? C, B, D, Y, C. Belə çıxır ki, 14-cü sualda 7 dənə var. Cədvəldə sorğular və bu sorğuların nəticəsində axtarış serverinin internetdə tapdığı səhvələrin sayı göstərilib. Okey. Bu sualı da götürüb kənarda yazacağım. Artıq sual demək olar belində həll olundu. Çünki ani bu sualların bir tık ağrı ola bilir də. Diqqətli olaq bir dənə. Deməli, burada üçünün kəsişməsini qiymətinin var olduğunu görürəm. Buna görə elə bir element çəkəcəm ki, üçünün kəsişməsi dəqiqdir ki, var olsun. Bu səbəbdən dolayı belə bir element diaqramı çəkdik və başladıq qeyd etməyə. Azərbaycan, Türkiyə, də Hindistan. Sonra ən içərdən, ən alt çoxluqdan başlayırıq. Bu oldu 20. Sonra digər kəsişmələrə baxıram. Azərbaycan and Türkiyə. Azərbaycanla maraqlıdır. Azərbaycan and Türkiyə 20-dir deyə elə. Bura 0 verəcəm. Maraqlıdır. Qəşəng sual, xoşum gəldi. Azərbaycan and Hindistan 40-dır deyə artıq burada 20 olur. Çünki ikisi birkə hindi yazaq bura. Olur. Daha sonra ümumi Türkiyə 100'dür.
Əla. Hindistan and Türkiye. Bizdə varmı? Hindistan and Türkiye yoxdur. Onda indi ona doğru gedərik. Necəsə taparıq. Baxaq. Bizə nəyə soruşur? Türkiye or Hindistan. Yəni bu tərəfi soruşur. Türkiye'nin or. Deməli mən buranı tapsam, bax buranı tapsam əgər indi yaşıl edəcəyim yeri ümumi saydan bax buranı bura ki deyirəm. Buranı tapsam ümumi saydan çıxsam Türkiye or Hindistan verəcək bizə. Oranı da tapmaqdan ötürü bizdə Azərbaycan nə qədərdir? 120-dir. 120-dən 40 çıxsan bura edir 80. Ümumi sayı bunun 230-dur. 230. Əgər bu bizdən Türkiyə or Hindistan dediyinə görə bu ərazi indi göy edəcəyim ərazidir. Belə deyək. Bu səbəbdən dolayı, yəni belə deyək bura. Bu da edəcək 230 çıxılsın 150. Düstur tətbiqi bir qayda olaraq 230 çıxılsın 80. 80 bu da edəcək 150. Düstur tətbiqi bunu düsturla da etmək olar. Bir qayda olaraq bizi sıxıntıya sala bilər deyə ona görə yayınlıq. Masa üçün HTML kodunu müəyyən edin. Deməli burada nə görürük? Uyğun iki sütun, daha doğrusu birinci sətir, ikinci sətir, üçüncü sətir burada underline gözə çarpacaq. Bunlar hamısı bolddumu? Nəsə 3 sətir. Burada görürəm 3 sətiri, hər biri. İmtahanın underline görürəm. Bu nəsə doğruya gedir. Gedək başqa görək səhv tapa bilirik. Səhvləri çıxdaş eləmək burada daha məqsədə uyğundur. Baxın burada U görürəm underline. Amma kimyanın altında underline yoxdur. Dəqiqdir ki bu səhvdir. Buna görə B variantı çıxdı. Aha, bal sözü burada baxaq italik deyil, amma burada dəqiqdir ki gözümüzə italik sataşdı. Ona görə C getdi. Sonra tırı yenə də burada balda italik gördüm. Qəşəng. Həmişə bu cür şeyləri doğru axtarmaq yox, səhvləri çıxdaş etməklə tapan 16-da A, 17 Pythonda tərtib olunmuş proqram əsasında müəyyən edin. Deyir ki, yenə bu dövrü prosesdir. Dövrü proses üçün ən yaxşı şey bu cədvəli çəkməkdir. Çaşmamaqdan ötürü. Birinci dəyişən dövrün içində B-dir. İkincisi N-dir. Üçüncüsü S. S-in ilki qiyməti var 0. B-nin ilki qiyməti 0. 3, 0. 117 deyə də bir qiymət var. Aha. Deməli, B 3-dən kiçik bərabər olduğu müddətcə B əmənimsət N-in 5-ə bölünməsindən alınan qalıq. 117 5-ə böləndə alınan qalıq 2-dir. Sonra N-i 5-ə böl alınan natamam qismət. Yəni 5-li say sistemində ə, deməli, sağ tərəfdən 4-dən böyük. Nəysə, bu say sistemindən 5-li say sisteminə tez çevirib də görə bilərdik. Bu ədədi göstərərəm. Deməli, 117 5-ə böləndə bu 23 edəcək. S1 edəcək. Daha sonra bura 3 edəcək. Bura 4 edəcək. Bura 2 edəcək. Daha sonra bura 4 edəcək. Baxa, baba, indi bura gedən. 4 edəcək. Bu mhm. Bu neçə edəcək? Deməli belə. Bu 4'tü. Bu 0 edəcək. Oldu. Bu isə 3 edirdi. Belə çıxır ki, 17-ci sualda B variantıdır. Yenə də 117-ni 5-lik say sisteminə çevirəndə 25-dən 4 dənə var. 4 dənə var. Daha sonra deyə bilir 25 deyəndə 5-in kvadratından. Onu çıxardandan sonra yerində 3 dənə 5 üstü 1 var. Çıxardandan sonra 2 dənə də 5 üstü 0 var. Yəni bu ədəd 4, 3, 2 4-3-2 olur deyə. Bu proses də əvvəlcədəndir deyə. Yəni artıq belə olur da, yəni 4-ü görür. Gördüyümüz kimi 4-ü görür. Bu səbəbdən dolayı 3. Yəni belə deyək də, belə bir rəqəm görənə neçə addım atmalı ki, belə bir rəqəm görsün. Belə deyə bilərdik. Buna görə 17-də B. Qiymətə Python dilində tərtib olunmuş proqram nəticəsini müəyyən edin. Belə bir funksiya ayırdım bunları. A, B, A-nın qiyməti 1, yaxşı heç olmasa kiçik ədədlərdir. B-nin qiyməti 2. T funksiyasını çağırdı 1, 2 getdi. Bunun içindən 1, 2 getsə, X olur artıq 6, Y olur 3, geriyə qaytarır 18. Yəni bu oldu 18. Yenə bu TAB özü də 18-dir deyə bura qoydum 18. B
N qiyməti 2-dir. Bura getdi 2. 2 ilə 18 getsə, bu T-nin içinə, yox, H-ın içinə 2 ilə 18 getsə, deməli, T çevrilib olacaq 19. Aha. Y də üstünə 2 gələcək olacaq 4. Geriyə qaytaracaq 23. Nəsə səhv elədik? Yox. 23 nəyə dedik ki biz? Y olacaq. Neçə dedim? T olacaq. Aha. Neysə səhv eləyirik. Tuta bilmədim. Baxaq bir dənə. Yenidən edək. Yəqin ki, dəyişin ardıcıllığı sırasına diqqətlənmədik. Bir daha baxaq. Deməli, əgər T AB-ni çağırdı. A-nın A1-dir, B2-dir. Bu 1-dir. Burası çox kod sıx yazılıb deyə görənmirik. 1 ilə 2. A 1 ilə 2 getdi buna. Aha, bu oldu 2, Y oldu 4. Hə, bu geriyə qaytardı 12. Baxın, aydınca bir xırda bir yerdə. Mən niyə görə X, Y-in yerini qatışdırmışıq, diqqətləmədim. Okey, bu deməli 1-2 getsə bura qayıtdı 12. Burada 12-dir. Onda B2-dir. 2, 12 kimi bura gedir. 2 ilə 12 kimi. T olacaq 13. Y olacaq 4. Düz deyirəm, düz deyirəm. Y olacaq 4. Deməli, geriyə qaytaracaq 17. Böyle çıxır ki, bunun da yerində 17. 12 plus 17 bizə verəcək 29. Cavab 7. Python-da tərtib olmuş proqramın nəticəsini müəyyən edin. Deməli, return A nədir? 2-dən yarısına kimi bölənlərdən sayını geri qaytarır. Daha doğrusu niyə görə yarısı dedim? Özü xaric olanda yarısına kimi gəlir. Bu cümlə doğru cümlədir. Rahat ola bilərsiniz. Deyir ki, if K-la bərabərsə bu burada elə bir onun sadəli olub olmadı. Çünki ədədin 1 və özü xaric. Əgər bölənlərinin sayı qaytarır, bölənlərinin sayı 0 olsa ədəd sadədir. 3-dən 10-a kimi, yəni 3, 4, 5, 6, 7, 8, 9 ədədlərin içində 10 almır. Sadə ədədlər 3-dür. 5'ti və 7'dir. Cəmləri də 15'dir. Bu çünki cəmdə S-in qiyməti bu şəkildə 19-cu sualda. Bu səbəbdən dolayı A variantı doğru cavabdır. X5 if elif else görə bu bütün bir operatordur. Nə deyir? X sıfırdan böyüdür, böyüdür. Y sıfırdan kiçiksə xeyr. Bura doğru, bura yanlış, bura yekunda yanlış və yaxud X sıfırdan kiçik və eyni zamanda bu yanlış, bu doğru. Deməli, end olduğuna görə yekun yanlış, hər iki yanlış yanlış. Deməli, bu çıxmayacaq, Kail cavabını üzərinə xəçər. X sıfırdan kiçik və eyni zamanda Y sıfırdan kiçiksə, xeyr. Bu if, elif, else bir operatordur. Əgər əks halda, əgər əks halda, əgər əks halda, əgər. Deməli, bura girmir, bura girmir. Ona görə artıq gəlir bura. X sıfırdan böyükdürmü? Bəli. Və eyni zamanda Y sıfırdan böyükdür. Bəli, T2 çıxardır. Yəni 20-ci sualda B olur. Artıq heç bu tərəflərə baxmır. Çünki elif elsidir. Yəni bu qabaqda olsaydı bunu işlədərdi. Birinci üstünlüyün verir ona. İcrasından sonra nəticəsini müəyyən edin. Buna yenə keçdik biz götürək burada ataq. Aha, deməli Ctrl X bir dənə insert cədvəl ataq o sizə biraz metodoloji imtahan qabağı xeyir olsun deyə belə bir şeylər edək. Insert edəcəm. Deməli, dövr daxilində 2 dənə dəyişən dəyişir. Okey. Birinci dəyişən S-dir. İkinci dəyişən N-dir. S-in ilkin qiyməti 40-dır. N-in ilkin qiyməti isə 30-dur. Baxaq bəlkə bu deməli S plus N cəmi hər dəfə 10 vahid artır. Əgər diqqətləsəz, biri azalır, biri artır. Heç cədvələ ehtiyac olmur. 10 yox, 20 vahid artır. 20 vahid. S plus N cəmi əvvəlcə 70 idi. Yəni 70 idi. 70-in üzərinə neçə dəfə K dəfə 20 gəlsəm bu şərt pozular. Yəni 20-dən böyük bərabər olar. Gəlin baxaq. 20-dən yox, 200-dən böyük bərabər şərti ödənər. K vurulsun 20 böyük bərabərdir 130. K da edir 7.
K da edir 7. K-nın qiyməti 7-dir. Yəni bu demək ki, dövrün içərisindən 7 dəfə keçəndən sonra bu proses yəni belə deyək də pozulur. 7 dəfə nəyin deyir? N-in qiymətini. N-in də üstünə 7 dəfə 30 gəlsə 210 gəlir. 30 plus 7 vurulsun 30. Bu da bize 30 üzerine gelsin. 7 vurulsun 30. 240 cevabını verəcək. Yəni 20 neçənci sual idi bu? 21-ci sualda B variantı doğru cavab olacaq. 22-ci sual web browserdə əks olunacaq. Deməli, silək biraz təmizləyə buralıdır. Deməli, bir dənə cədvəllər buradadır. Əla. Birinci sətir, ikinci sətir, üçüncü sətir. Teacher Jackson, Pon, Ali, Nihat. Teacher student. Okay. Teacher student. Jack Simpson'la. Deməli belə. Deməli, bunlar TH-dir, bold olmalıdır. 3 sətir, 1, 2, 3 sətir görürük. Buna görə bu yanlışdır. Sonra ya budur, ya budur, ya da yuxarıdır. Deməli, birinci sətirdə teacher və student bold görürük. Bunlar keçdik. Ya budur, ya budur. Fərqi nədir ki bunun? Aha, burada student. Bəli, birinci sətrin ikinci elementi studentdir. 22-ci sualda A variantı doğru cavabdır. 23-cü sual. Proqramın nəticəsində for in C, if i böyüksə B-dən, B-yə mənimsət i-ni. Əla. Deməli, yenə bir cədvəl quracağım. Nədir? Birincisi i-dir. İkinci dəyişən B-dir. Üçüncü dəyişəndə C indeks B. C de indeks B'nin. Ay ay. C0 bu 5'ti. Əla. Üçüncü də bu printdir. Əla. Gəlin baxaq. Deməli, i birinci dəfə oldu. İçindən hər şey oxuyur 5. Əgər i 5, B-nin də için qiyməti 5'dir bu arada. Ödəyir mi? Xeyr. Hı -hı. Deməli. Bu yekundadır da. Deməli. Hə, B-dən böyük olanı B-də mənimsə. O dövrü ehtiyac yoxdur. B-dən böyük olanı B-də mənimsə. Daha böyüyün tap. 9, 9. İndeksdəki ilk rast gəlinməni qaytarır. Yəni 0, 1, 2, 3, 4, 5. Bu da 3'tür. Yenə deyirəm. Tapmayanda da error qaytarır. Deməli 23-cü sualda 3 asan sual demiş. Mən də əlləşirəm. Hansı universitetlər kursiv və qalın formada web browserdə əks olunacaq? Kursiv və qalın. Hansı nömrəli sətirlər? Burada qalın yoxdur. Dəqiq. Sonra burada heç nə yoxdur. Dəqiq. Burada da qalın var, amma altdan xət yoxdur. Cavab 1 ilə 3 oldu. Onu 1, 3 belə vergülsüz qeyd edirik. 26 qiymətinin çap olunması üçün. Hı -hı, hı -hı. X dəyişən girişə bilə biləcək ən kiçik qiyməti müəyyən edin. 26 qiymətinin çap olunması üçün. Hələ. Deməli belə. Bunu düzəltmək olur əslində. Bir dənə belə slash qoysam düzəlir bu birləşməyəndə. Deməli, X 26 maraqlıdır. Deməli, Y 19-dur. Üstünə bir gələrək 26 ala bilir. Deməli, bu şərt ödənməlidir. Bu şərt ödənməsi üçün ənddən iki tərəfə parçaladım. Bu şərt də ödəməlidir. Bu da ödəməlidir. Hamısı ənddir deyə, hamısı öyrənməlidir. Birinci X sıfırdan böyüdür. X sıfırdan böyüdür. Artıq çoxluğumuzu biraz məhdudlaşdırdıq. Sıfırdan böyükdür. Yəni, birdən başlaya bilər. Okey. X Y-dən də böyüdür. Hətta artıq birdən yox, biraz da çoxluğumuzu etdi. 14-dən başlaya bilər. Artıq 14-dən başlaya bilər. 14-dən başlaya bilər. Çünki Y 13-dür. Deməli, 14 olsa bu iki şərtin ikisi də ödədi. Okey. Keçdi. Z ondan böyüdürmü? Bu ödədi. Və eyni zamanda X Y-dən böyük bərabər. Yəni X Y-dən böyüdürsə bu da ödəyir. Deməli elə 14-dür. Cavab 25-də 14. Alqoritm nəticəsini müəyyən edin. Nədir? Deməli heç nə. I 6-dan kiçik olduğu müddətcə etsə əlavə elə i-ni artır.
S əlavə ilə i-ni artır. Deməli, bir var artırıb əlavə eləyə. Bu yuxarıda olar. Bir də var belə olar. Deməli, axırıncı dəfə i 5 olanda girib əlavə eləyəcək. Heç nə 0-dan 5-ə kimi ədədlərin cəmidir. Yəni bu ədədlərdə əgər düz xatırlayıramsa 15 deyir. Necə? Düz xatırlayıram. Məktəbdən bu əslində əzbər bilinəndir. Vurasın 5 0 attım qırağa və yaxud 0 plus 6 böl. Yəni 0 ədədi isə bölünmüş 6 vurasın. Belə də ola bilərdi. 6 yox, 0 plus 5 bölünmüş 2 vurasın 6 belə də ola bilərdi. Eyni şeydir zaten. Cavab etdi burada 15. 26-cı sualda. 27-ci suala keçid edirəm. Uyğunluğu müəyyən edin. Ayraq birinci çox içsədə. Maqnit daşıyıcı, optik daşıyıcı. Deməli, flash kart, flash yaddaş, SSD bunlar elektron sxemlidir. Bunu dəqiqdir ki, getdi. HDD disket A qoydu, kaset əla ola bilər. Burada problem yoxdur. İndi səbirli olaq deməli. Burada məsələ nədir? Qarışıq variantlar verilib. Diqqət edin. Burada CDR-W optikdir. HDD isə maqnitdir. Ona qarışıqlıq yaratdı. Bu heç birinə aid olmaz. CD-ROM optik, DVD-ROM optik, disket burada bunlara aid deyil. Bu da yandırdı. Deməli, HDD disket aidi kaset maqnitdir. Disket maqnit olduğuna görə bir X koymuşdur. Yəni 1'e Y, CD-ROM, CD, DVD, bəli. Bunlar da A. Ədədi üçün hesablama alqoritmi öyrənək. Bu hesablamanı aparmaqdan ötürü bizə enin qiymətinin girişə ehtiyacı var. Hər addımda dəyişən bir şeylərə diqqət etməliyik. Bu növ sualları. Birincisi işarə dəqiqdir ki, görürəm. İşarədən əvvəl S-in qiyməti hər addımda dəyişəcəkdir. S-in qiyməti 0. İşarənin ilkin formatı K görürəm. K-nın qiyməti olur deməli K-nın qiyməti olur -1 başlıqda. Daha sonra isə artıq dövrü prosesə gedirəm. Sırada deyə i1-dən başlayır. I n-dən kiçik bərabər olduğu müddətcə sözünü vurğuladım deyə artıq bu dövrünü prosesi belə qurduq. i-ni bir vahid artıra hər dəfə. Çünki i nədir? Burada 1, burada 2, burada 3, burada n olan bir şey. Hər addımdan da keçəndən sonra işarənin qiyməti davamlı dəyişir deyə k-ya mənimsətdim -k. Bu şərt ödədiyi müddətcə də mən nə edəcəm? Deməli, əgər buna i demişiksə buna diqqətli bir dənə i demişiksə 1, 2, 3 deməli. İşarəmiz yuxarıda qalar. İşarəmiz yuxarıda qalar. Hə, deməli belə. I üstü i'dir də bu. Bu 3 olanda i üstü i'dir. Biz yormaram özümü. S-ə əlavə edərəm. Deyirəm ki, işarə vurulsun. Nəsə bölünsün prosesi var burada. I demişik. İ'nin qüvvətində i. Doğrudurmu? Bəli, 100% doğrudur. Yəni bu dəqiqdir. Belə davam edək daha sonra. Düzüdə 1, 2 ya da düppədüz. 29-cu sual. Kvadrat daxil isə eyni sayda tam ədəd tipli elementlərdən gözəl tipli sözü ibarət siyahının ən böyük elementi ilə ən kiçik elementinin cəmli sadə olub olmadığını müəyyən edən. Eyni sayda tam ədəd tipli elementlərin siyahının sadəlik söhbəti deyib. Yenə sadədirmi adlı bir funksiya yaradıram. Bu funksiya mən x ədədini istəyir məndən. If x bərabərdirsə 1-ə ehtiyac yox idi cari sual üçün bu şərtə, amma mən yazıram. Return false. Mən deyirəm ki, həmişə bu sadəlik belə bir şeydir ki, x yox. X-in in range. Biri çıxmaqla, yəni 2-dən başlamaqla, özünü də çıxmaqla, yəni yarısına kimi, yarısı da daxil. Əgər böləni olacaqsa ki, deməli bu sadədir. Return false. Funksiyamız dursun burada.
Baxın, return turunu bəzi yoldaşlar gətirib burada yazır. Xeyr, bu dövrün içində ola biləcək şey deyil. Niyə görə? Əgər ki, salamat gəlib qurtarıbsa, bu vaxta kimi heç bir problemi olmayıbsa, funksiyanın ana girintisində olasıdır. Keçdik. İndi nə deyib? Girişə n elementi bu dursun burada. Girişə n elementi input. Okey. N elementi bir elementləri klaviaturadan daxil olunan düzüm şey. Klaviatura daxil edəcəyin sayda tam ədəd tipli elementdən ibarət siyahı. Klaviatura elementlərdən ibarət siyahı. Aha. Klaviaturadan daxil ediləcək elementlər, əla. Deməli, nə edəcəm? Eyni dəfə bu siyahıya element əlavə etməliyəm. Bu səbəbdən dolayı belə nə deyəcək? Elə nöqtə append et. Nəyi? Int input. Çünki tam ədəd tipində çox xoşum gəldi bu sözdən, tipli sözündən daha konkretləşdirilib fikir. Deyir ki, bunlar nə oldu? Bunun max ilə minimumunu bir dənə T-də saxlasam, desəm ki, max L plus minimum L hazır orada var. Etap-etap keçirik. Ayırdığım yerlərə diqqətləsək çox məqsədə uyğun olar, sizə xeyir elər. Alqoritmin diskretlik xassəsini ardıcıl olaraq tətbiq edirik. Deyir ki, indi əgər sadə dilimini çağırıb, içinə bu T-ni göndərəndə geriyə true qayıdırsa, yəni zaten bu true'nu yazmaya da bilərik, default true ilə yoxlanandır. Nəsə, true qayıdırsa print yes, əksi halda isə print no deyə bilərik. Daha sonra davam edək. Halinde yaz. Bir de bakın en kiçik en kiçik tüccarın satın alıb olmadan yoxlayan proqramı. Okey. Bunda bir boşluq işarəsini daha çat edir. Təhs adlı çap edən proqram. Yo 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 yo. Word hello. Sətri yox, sətri yox. Sətirdəki sözləri tərs ardıcıllıqla. Sətri yox. Bu sətrin tərsisidir. Olmalı daxil ediləcək. Arasında bir boşluq işarəsi olmaqla klaviaturada aralarında bir boşluq simvolu olan sözlərdən ibarət sətr girişə verilmişdir. Belə bir şey demək lazım idi. Nəsə bunun şərtində biraz kobudluq var. Biraz kobudluq var. Okey. Keçdik onu yazma. Yazar istəyirsiniz bunu. Tutaq ki 5 dənə elementi var. Buna atıram 21 olsun. 34 olsun. Sonra tutaq ki 23 olsun. 38 olsun. Və 24 olsun. Yes. Səbəb nədir? 21 plus 38 59-dir. 59 da sadə ədəddir. Bu səbəbdən dolayı. Neyse sualın şərtində, bu birisi sualın şərtinə keçid edək. Bu birisi sualın şərtində bizə demək istəyib ki, klaviaturadan bir dənə sətir daxil olunacaq. Bu sətirdəki sözlər aralarında bir boşluq simvolu olmaqla ə, qeyd edilib. Ona görə splitləyəcəyik. Yəni boşluğa görə doğradıq, white space-lərə görə doğradıq. Daha sonra nədir? Bir-bir bu sözləri bir dənə də baxaq, bir dənə baxaq. Hello world. Aha, aha. Word sözü olduğu təsvirdə qalır. Amma yeri dəyişir, əvvələ gəlir. Hələ, onda nə eləyəcək? Heç nə deyəcəm ki, elə mənimsət, elin tərsən oxunuşu, onda yerləri dəyişdi. Aha, sonra da K-ya don elətdirəcəm bu eli, sonra da print K. İcra edək, görək. Tutaq ki, anar, salam, anar, Gözəşədə anar, Anka, Peşidov, super, müper müəllimdir. Müəllimdir. Gecə saat 1-ə qalıb abi. Müəllimdir. Aha, aha, bu boşluğa qoymamışıq. Sadəcə ifsə vərdiş deməli. Düzdürmü? Müəllimdir. Super, ən.
Rəşidov Ankanov. Sözlərin içindəki simvol sırası dəyişmirdi. Okay, deməli, hello world sözünü də yazaq hər ehtimalla. Görək. Gördüyümüz kimi word hello. Ümid, yenə dediyim kimi sualın şərtində biraz, yəni yəqin necəsə redaksiyada söz itib. Burada sözlər sözünə ehtiyac var. Bu belə. Belə ümidvaram bu videoda xeyrinizə olacaq. Bu gün bu çəkdiyimiz ikinci videodur. Allah güc versin. İndi saat 1-ə qalıb, yarım saat falan sonra üçüncünü də çəkərik inşallah. Belə ə, özünüzdən müğayət olun. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənə də abunə olmağı unutmayın.